Salam yoldaşlar, axşamınız xeyir olsun. Səsim gəlir də yəqin ki sizə. Salam, bəli, səs gəlir. Bəli. Çox gözəl. İlk öncə mən özümü təqdim edim. Mən Əhməd Nadir, Akademiyanın Təlim və Tədris Mərkəzinin təsisçisi və direktoruyam. Bizim mərkəzimiz insan resursları, mühasibatlıq, 1S, SMM, Office proqramları, yəni bu kimi sahələrdə təlimlər, webinarlar, dərslər tədris edir və konsaltinq xidməti göstərir bu sahələrdə. Yəni digər şirkətlərə, sahibkarlara konsaltinq dəstəyi göstəririk. Bugünkü webinarımız tükənmişlik sindromu adı altında təşkil olunub. Təlimçimiz Sevinç xanım psixoloqdur, özü bu sahədə fəaliyyət göstərir. Mən deyəcəyim bu qədər. Mənə hər hansı bir sualınız yoxdursa, mən Sevinç xanım. Sevinç xanım, sizin də axşamınız xeyir olsun. Axşamınız xeyir olsun Nadir bəy. Çox sağ olun. O halda mən keçid edim, mən başlayayım. Sağ olun, bəli, siz keçid edin. Uğurlar olsun hər birinizə. Çox sağ olun, təşəkkür edirəm. Axşamınız xeyir olsun, əziz iştirakçılar. İlk öncə özümü təqdim edeyim. Mən Sevinç Kösayeva, psixoloq. Bakı Dövlət Universitetinin psixologiya ixtisası üzrə həm bakalavr, həm də magistrator təhsili almışam. Uzun illər psixoloji mərkəzlərdə fəaliyyət göstərmişəm. Son bir neçə ildir ki, artıq fərdi şəkildə fəaliyyətimi davam etdirirəm. Bu günləri sizinlə tükənmişlik sindromu, burnoutdan danışacağıq. Yəqin ki, bunu son illərdə sosial mediada daha çox eşitmisiniz bu mövzu haqqında. Yəni, ən azından bunun adını daha çox eşitmisiniz. İlk olaraq mövzuya keçid etməmişdən öncə mən istəyərdim ki, bir auditoriyanı tanıyım. Çünki həmişə təlimlərə belə başlayıram. Auditoriyanı bilmək, yəni kimlərin burada iştirak etdiyini bilmək, yəni ən azından daha yaxşı olar ki, görə bir-birimizi nə dərəcədə başa düşəcəyik, hansı nöqtələrə daha çox toxunmalıyıq. Bilmək istəyərdim, burada iştirak edənlər kimlərdir? Hər hansı da peşə sahiblərdirmi, yoxsa tələbələrdir? Evdar xanımlardır, ümumiyyətcə kimlərdir burada iştirak edən? Mümkünsə ya açıqda deyə bilərsiniz və yaxud da chat bölməsinə də yaza bilərsiniz. Səsiniz tam olaraq gəlmir. Mən hal-hazırda reabilitasiya üzrə tələbəyəm. Xüsusən də əlilliyi olan, çatışmamazlığı olan uşaqlarla işləmək, yəni sahəsində biz hal-hazırda təhsil alıram da. Yəni həmin xəstə uşaqlarla, hansı ki bu mövzu biraz yaxın olduğuna görə xüsusən də təlimə qoşulmaq istədim. Aha. Aydındır. Uğurlar sizə. Çox sağ olun. Aha, başqa kimlər var burada? Salam, axşamınız xeyir olsun Sevinç xanım. Axşamınız xeyir. Mən də Elçin Əbulov, İnsan Resursları şöbə müdürüyəm. Aha, əla, çox gözəl. Bu mövzu sizə də çox yaxındır o halda. Salam Sevinç xanım. Salam. Öncəliklə bu tədbir üçün hər kəsə təşəkkür edirəm. Həm təsisçi şöbəyə, həm də sizə vaxt ayırdığınız üçün. Mən beynəlxalq dərəcəli layihə mütəxəssisi, eyni zamanda insan resursları üzrə mütəxəssisəm. Amma cari ilmizin məzunuyam, daha yeni fəaliyyət göstərirəm. Uğurlar sizə istərimizdə. Qurmaqda səbəbim isə dövlət qulluğu imtahanı üzrə hazırlaşmağı planlaşdırıram. Amma bir türlü özümdə bu cəsarətimi deyim və yaxud da vaxtımı deyim tapa bilmirəm. Ki buna baxmayaraq bir çox beynəlxalq imtahanlarda da iştirak etmişəm. Bu mənim üçün problem deyil, amma hazır hiss eləmirəm özümü, belə deyək. Aha, görək bu təlimdən sonra necə hiss eləyəcəksiniz? Uğurlar sizə imtahanda. Çox sağ olun. Salam Sevinç xanım. Salam, axşamınız xeyir. Hoş geldiniz. Mən bir böyük tibb bacısıyam. İş rejiminin gərginliyi ilə əlaqəli. Ona görə bu sindromu sizinlə bir yerdə aşmağa çalışacağam. Əla, inşallah ki, aşa bilərik, bacardığımız qədər. Başqa kimsə varmı özünü təqdim eləmək istəyən, yoxdursa keçid eləyək təlimimizə. Aha, belə başa düşdüm, yoxdur. Ən azından başa düşdük ki, burada müəyyən peşə sahibləri var, tələbələr var, çox gözəl. Deməli, bugünkü mövzumuz tükənmişlik sindromu, burnoutdur. Bunun haqqında yəqin ki, son illərdə sosial mediada, sosial şəbəkələrdə və yaxud da ətrafda çox eşitmişsiniz ki, insan resursları üzrə çalışan mütəxəssislər də bu mövzu haqqında daha yaxşı məlumatlıdırlar.
Bugün burada baxın, bu mövzuya nəyə görə toxunmaq istəyirəm? Çoxumuz bunu yaşayırıq, amma adını qoymaqda çətinlik çəkirik. Yəni məsələn, bəzən belə deyək də, belə fikirlər deyirik ki, məsələn, mən tənbəl deyiləm, amma heç nəyə gücüm yoxdur. Məsələn, əvvəllər bunu eləyirdim, bunu bacarırdım, amma indi bacarmıram. Məsələn, son vaxtlar yuxudan gec ayılırıq, amma çox əzgin oluruq, çox yorğun oluruq. Və yaxud da məsələn, daha əvvəllər biz bu işi görmüşük və o işi görəndə daha çox məsuliyyətlərimiz vardı və o işi yerinə yetirirdik. Amma hal-hazırda məsuliyyətlərimiz az olsa da o işi bacarmırıq. Və sonda da nə edirik? Özümüzü günahlandırırıq ki, yəqin yetərincə çalışmıram, yetərincə buna vaxt ayırmıram və s. Bu kimi artıq adını başqa-başqa bəhanələrlə buna bir ad qoymağa çalışırıq. Və əslində isə bu problemin adı, yəni bu böyük bir elmi bir problemdir. Bu problemin adı tükənmişlik sindromudur. Yəni burnout-dur. Yəni tükənmişlik, buna həm tükənmişlik sindromu deyilir, həm burnout, həm də ki yanma sindromu deyilir. Yəni 3 adla da qarşılaşa bilərsiniz. Yəni üçü də eyni bir mənanı ifadə eləyir. Tükənmişlik sindromu sadəcə yorğunluq deyil. Yəni yorğunluq, məsələn, insan yorğun olanda necə olur? Yorğunluq, məsələn, işdən gəlmişik və yaxud da evdə böyük bir tədbir olub, hər hansı bir iş görmüşük və yorulmuşuq, nə edirik? Yatırıq, dincəlirik, istirahətə gedirik və s. və yorğunluğumuz bir neçə gün ərzində, bir neçə saat ərzində keçib gedir. Amma burnout isə keçmir. Burnout nədir? Burnout insanın emosional, zehni və fiziki resurslarının uzun müddətli stres nəticəsində tədricən azalmasıdır. Bu proses insanda yavaş-yavaş gedir. İnsan bunun çox vaxt fərqinə varmır. Burada biz slayd vermişdik. Bilməm, slaydı siz görürsünüz ya necə? Tamam. Gəlin Görsənir, görünür bəli. görünür, əla, çox gözəl. Gəlin o halda burnout-dan danışaq və bir nöqtəni də demək istəyirəm ki, psixologiya elə bir elmdir ki, yəni sadəcə sözlərdən ibarət deyil. Yəni bu əsaslı bir tədqiqatlara əsaslanan bir elmdir. Və biz bu günləri burada tükənmişlik sindromu deyiriksə, bunun adının deyiriksə ki, bu adi bir yorğunluq deyil, bu hər hansı bir problemdir və buna bir ad veririksə, bunun bir tədqiqat nəticəsində yaranıb. Yəni bunun bir tarixçəsi var. Gəlin başlayaq görək, burnout-un tarixçəsi nədir? Necə olub ki, bu burnout-u kim yaradıb? Yəni hardan biliblər ki, belə bir sindrom var? Burnout ilk dəfə deməli 19-cu əsrin sonlarında, 20-ci əsrin daha doğrusu sonlarında Amerikalı psixoloq Herbert tərəfindən təsvir edilib. O deməli bir klinikada könüllü olaraq çalışır və o daha çox belə diqqət eləyir ki, ən çox tükənən, ən çox belə deyək də işdən soyan insanlar məhz daha çox məsuliyyətli, vicdanlı, ən çox belə deyək, səhərdən axşama qədər işləyən, ən idealist, ən çox da verən insanlardır. Yəni onlar əvvəlcə işlərinə çox böyük həvəslə başlayırlar, sonra yavaş-yavaş emosional olaraq boşalırlar. Daha sonra isə fiziki və psixoloji olaraq çökürlər. Və o artıq bunu bir sindrom olaraq adlandırır və onu burnout, yəni içdən-içə yanıb sönmək kimi təsvir eləyir. Daha sonra isə burnout-u sosial psixoloq Kristen Maslach burnout-u sistemləşdirir. O artıq burnout-u deyir ki, 3 komponent əsasında, 3 komponentdən ibarətdir. Yəni burnout emosional tükənmə, insanlardan uzaqlaşma və özünü səmərəsiz hiss etmə. O artıq nədir? Burnout-u böldü. Böldü ki, burnout 3 hissədən ibarətdir. Və bu günləri dünyada daha çox belə deyək də, onun yaratdığı bu komponentlər, onun vasitəsilə yaradılan test əsasında bu gün ən çox bu burnout haqqında öyrənilir. Yəni onun yaratdığı test istifadə olunur. Və bu artıq müasir dövrdə Səhiyyə Təşkilatında da artıq burnout rəsmi şəklində xəstəliklərin beynəlxalq təsnifatda da qeyd olunur ki, yəni bu artıq burnout bəhanə və hər hansı uydurma naz deyil. Yəni bu artıq tanınmış bir sindromdur. Yaxşı, biz indi danışırıq ki, burnout deyilir və bu burnout kimlərdə olur? Yəni tükənmişlik sindromu kimlərdə olur? Bu birinci belə bir ifadə demək istəyirəm ki, tükənmişlik sindromu sadəcə işləyən insanlarda deyil. Ağlımıza yəni bu söz gələndə birinci hər kəs düşünür ki, bu sadəcə səhərdən axşama qədər 9-6 rejimi ilə işləyən və yaxud da nə bilim gecə-gündüz çalışan insanlara aiddir. Xeyr, burnout hər kəsdə rast gələ bilər. Daha çox isə rast gəlinir biz bunu işləyən insanlarda, evdar xanımlarda, tələbələrdə, yeni ailə quranlarda, yeni valideyn olan şəxslərdə, empatik insanlarda, mükəmməlliyətçi insanlarda və müxtəlif peşə sahiblərində daha çox. Məsələn, psixoloqlar var, buna aiddir, müəllimlər, həkimlər və s. Yəni, burnout hər hansı bir peşə deyil, yük məsələsidir. Sadəcə olaraq, belə deyək də,
Nəyə görə biz daha çox işləyən insanların üzərində dayanırıq bu problem? Çünki işləyən insanlar, yəni məsələn biz belə düşünək də, mən evdar bir xanımam, tutaq ki, mən hər hansısa bir tükənmişlik sindromu keçirirəm və bunu öz-özlüyümdə keçirəcəm. Çox adam da kimsə fərqinə varmayacaq. Uzaqbaşı kimsə kənardan mənə deyəcək ki, yorulmusan və s. Və bu formasına artıq məcburam ki, nələrsə davam etdirməyə. Amma işləyən insanlarda artıq sənin hər hansısa gördüyün bir iş qarşı tərəf, yəni sən bir müəssisənin tərkibində çalışırsan və gördüyün işdə zəiflik olursa, bu artıq rəhbərliyin diqqətini çəkir və sənin gördüyün iş başqa insanlara daha çox ziyan verməyə başlayır. Və ona görə də irəli inkişaf etmiş, belə deyək, şirkətlərdə, inkişaf etmiş ölkələrdə və Azərbaycanda da belə şirkətlər var ki, belə iş yerləri var ki, sırf işçiləri üçün bu tipdə relaksasiya məşqləri edən, yəni bu tipdə proqramlar əldə edirlər. Məsələn, sırf işçiləri üçün, yəni hansı ki, aylıq olaraq 6 aydan bir və s. bu tipdə testlər həyata keçirirlər ki, görüm işçilərimin vəziyyəti nə yerindədir və ondan sonra da həmin o işçilər üçün müəyyən proqramlar tərtib edirlər ki, məsələn, həmin əlbəttə ki, yəni eyni standart bir rejimlə davam edən iş yükü ağır olan insanlarda bu problem daha çox özünü göstərir və həmin o işçilər üçün müəyyən proqramlar olur, müəyyən məşqlər həyata keçirilir və daha çox ağır olursa artıq onlara fərdi şəkildə terapiya göstərilir və s. Yəni bu belə deyək də daha çox ağıllı olan, daha çox öz işçilərini və özünü düşünən şirkət rəhbərləri tərəfindən həyata keçirilir. Çünki məsələn ki, kollektivdə sağlam psixologiya olmasa, yəni sağlam işçidə sağlam psixologiya olmasa heç bir şəkildə işə verimli ola bilməz. Yəni bir müddətdən sonra bu artıq iş çökür. Ya həmin rəhbər işçini dəyişməlidir, yəni məcburi surətdə yenə bir enerjik bir işçi və sonra o işçi də heç bir şey eləmədisə o işçi çökəcək və bu proses bu formasında davam eləyir. Biz indi keçirik burnout zamanı. Burnout dedik ki, beyinlə bağlı olan bir problemdir. Burnout zamanı beyində nə baş verir? Beyində prefrontal korteksdə, yəni planlama qərar vermə mərkəzi zəifləyir. Yəni insan artıq planlaya bilmir, qərar verə bilmir, qərar vermədə çətinlik çəkir. Məsələn, daha əvvəllər daha alternativ, daha belə deyək də, sürətli şəkildə düşünə bilirdi, daha sürətli şəkildə işlərini planlaya bilirdi. Məsələn, belə hər hansısa tutaq ki, işdən çıxmısınız, sizə rəhbər müəyyən işlər tapşırıb və başlayırsınız nə etməyə? Bu işləri planlamağa. Artıq yorulandan sonra artıq nə edirsiniz? Planlamaqda çətinlik çəkirsiniz. Hansını birinci edim, nə etməliyəm, ümumiyyətcə bu işi ardıcıl hansı prosesi necə eləməliyəm və s. Və yaxud da qərar verməkdə çətinlik çəkirik ki, qərar verə bilmirik. Amigdalada nə olur? Amigdala stres mərkəzində artıq amigdalada stres mərkəzi həddindən artıq aktivləşir. Yəni nədir? Bizim stresimiz aktivləşdi. Çünki qərar verə bilmirəm, planlaya bilmirəm və stresim aktivləşir. Və daha sonra ən çox da dopamin azalır. Ona görə də insanın motivasiyası düşür. Yəqin ki, sizin özünüzün də bəlkə başınıza gəlməmişdir və yaxud da ətrafınızda belə bir şeylər görmüsünüz ki, məsələn, insan da çox enerjik başlayıb, amma bir müddətdən sonra, bir neçə aydan sonra görürsünüz ki, bu insanın işləmə həvəsi yoxdur, motivasiyası yoxdur. Yəni sadəcə gedir, gəlir. Yəni nə oldu artıq? Bunda dopamin azalır və insanın motivasiyası düşür. Və bir də nə olur? Kortizol artıq uzun müddət yüksək olur. Yəni artıq bədən nə edir? İstirahət rejiminə keçid eləyə bilmir. Bədən artıq o qədər aktiv şəklindədir, o qədər gərgin bir vəziyyətindədir ki, bədən özü belə dincəlmir. Və bu zaman yəni biz artıq danışdıq ki, beyində hansı proseslər baş verir. Burnoutun əlamətləri. Burnoutun əlamətləri nələrdir? Yəni bu zaman insanın məsələn müəyyən psixoloji, emosional əlamətlər ola bilər, fizioloji əlamətlər ola bilər, davranışsal əlamətləri ola bilər. Biz artıq az əvvəl beyinsəl əlamətlərini dedik ki, beyində hansı əlamətlər özünü göstərir, hansı hormonlar necə işləyir. İndi hal-hazırda psixoloji, emosional əlamətlərindən deyək. Yəni nə olur? İnsan duyğusal olaraq tükənir, boşluq hissi keçirir, qərar verməkdə çətinlik çəkir, ümidsiz olur, dəyərsiz hiss eləyir. Məsələn, əhval-ruhiyyə aşağı düşməyə başlayır, tez hirslənir, səbirsiz olur. Məsələn, əvvəllər həzz alınan işlər artıq ona qarşı marağı olmur, marağı itir. Və bu kimi artıq psixoloji əlamətlər özünü göstərir. Fizioloji olaraq məsələn buna deyə bilər ki, xroniki şəkildə yorğunluq, yuxu problemləri, məsələn necə olur? İnsanlar ya aşırı dərəcəsində yuxulu olurlar, ya da ki, hədsiz dərəcəsində yuxusuz olur. Məsələn görürsən ki, adam yəni saat
8-də də oyansa eyni vəziyyətindədir, saat 12-də də oyansa eyni vəziyyətindədir. Niyə? Artıq bu bir növ artıq bunda burnout başlayıb. Bu heç bir şeyə marağı yoxdur deyə, artıq tükənib, bədən tükənib deyə. Bunda yuxu problemləri ortaya çıxır. Məsələn, baş ağrıları ola bilər, müəyyən əzələ ağrıları ola bilər, mədə bağırsaq problemi ola bilər. Yəni biz bilirik ki, bədən bütün orqanlarımız bizim beynimizə dayanır ki, yəni yaşadığımız bütün problemlərdə artıq o yaşadığımız belə deyək ağrılar bizim hər hansısa problemimizdən xəbər verir. Məsələn, mən bu günləri pis oluramsa, mənim artıq başım ağrıyırsa, mədə problem, bağırsaq problemlərim ortaya çıxırsa, yəni bunun bir səbəbini, psixoloji səbəbini də araşdırmalıyıq. Yəni hər zaman səbəb məsələn onun fizioloji əlamətinə deyil də, tutaq ki, əgər belə deyim də mədəsi ağrırsa, mədədə bir problem var demək deyil. Yəni bu yaşanan problemlər psixologiyadan da xəbər verir. Yaxşı, biz daha çox burnoutdan danışanda biz belə deyək də düşünürük ki, depressiyana da oxşuyur. Yəni bu günləri hər kəsin də dilində depressiya sözü var. Depressiya bir problemdir, psixoloji bir problemdir. Və hamı düşünür ki, əgər bir insan aşırı dərəcəsində yatırsa, heç nəyə marağı yoxdursa və s. depressiyadadır. Bəli, bunlar da depressiyanın əlamətləridir. Amma iminli bir insan sadəcə olaraq çox yatırsa və yaxud da sadəcə olaraq heç nəyə maraq göstərmirsə, bu insan depressiyadadır demək deyil. Yəni artıq onun biz diaqnozunu qoymaq üçün o DSM-5-ə əsaslanaraq bütün faktorları nəzərə almalıyıq və onun əsasında biz ona diaqnoz qoya bilərik. Burnoutla depressiya bir-birinə oxşuyur. Yəni burnoutda da insan tükənərkən də marağı itir, bayaq sadaladığımız əlamətləri yaşayır. Ancaq burnout biz daha tez həll edə bilərik. Məsələn, burnoutun mərhələlərini biz indi artıq sizinlə birazdan danışacağıq. Burnoutun artıq mərhələlərində, məsələn, birinci mərhələdə, ikinci mərhələdə isə biz onun qarşısını ala bilərik. Müəyyən metodikalarla bu prosesi qarşısını önləmini ala bilərik. Və yaxud da burnoutu biz psixoloqa əgər ağır mərhələsində, sonuncu mərhələlərində isə, yəni onu həll etmək psixoloqa da gedərək onun problemin öhdəsindən gələ bilərik. Amma depressiya elədir ki, bu zaman artıq biz müəyyən dərman müalicəsindən də istifadə, ağırlıq dərəcəsinə uyğun olaraq müəyyən dərman müalicəsindən də istifadə eləməliyik və s. mütləq şəkildə onu artıq terapiya görməliyik. Amma burnout da mütləq terapiya görməliyik deyə bir şey yoxdur. Onun mərhələlərindən asılı olaraq dəyişir. Ancaq uzun müddətli burnout yaşayırsınızsa, uzun müddətli tükənmişlik sindromuna məruz qalmısınızsa və heç bir şəkildə onu həll eləmirsinizsə, həll eləyəcək bir addım atmırsınızsa və yaxud da ətrafınızdan kimsə sizə bunu təşviq eləmirsə, bu artıq depressiya keçid edə bilər. Yəni ona görə də aralarındakı bu şəklində əlaqə var. Yaxşı, biz danışdıq yanma sindromundan, tükənmişlikdən. Nəyə görə bəs belə bir hallarla rastlaşırıq? Nəyə görə insan belə deyək də bu problemlə üzləşir? Bunun üçün bir neçə səbəblər var. Yəni səbəblərini araşdıraq. Nə ola bilər? İnsan daimi stres və informasiya yüklənməsi içərisindədirsə. Məsələn, günümüz zaten bilirik ki, günümüz onsuz da stresdir. Yəni istər-istəməz, əgər bir çölə çıxırıqsa, istər-istəməz yol getdin və s. Davamlı olaraq stres yaşayırsan. Günümüz yorğun keçir, gərgin keçir. Bu normaldır. Ancaq bu hal davamlı şəklində hər daim olursa və sən məsələn deyək də yüksək gərginlik içərisində işləyirsən və yaxud da aşırı dərəcəsində informasiya ilə yüklənirsənsə, bu səbəb gətirə bilər. Sonra digər bir səbəb ola bilər rolların çoxluğu. Hər birimiz dünyaya gələndə müəyyən rollarla gəlirik və yaşam boyu, zaman boyu belə deyək də, yaşımız artdıqca, sosial statuslarımız artdıqca, sosiallığımız genişləndikcə bizim rollarımız da artır. Hər birimiz dünyaya gələndə övlad olaraq dünyaya gəlirik. Daha sonra artıq biz oluruq bir şagird, sonra tələbə, sonra kiminsə dostu, kiminsə yoldaşı, kiminsə həyat yoldaşı, kiminsə anası, atası, övladı və s. Və yaxud da kiminsə rəhbəri, komanda yoldaşı və s. Yəni zaman keçdikcə bizim rollarımız artır və rollarımız nə qədər çox artırsa və biz bu rolların hər birində belə deyək də özümüzü daha çox hər bir rolda özümüzü məsələn bir-birindən fərqlilik göstərməyə çalışırıqsa, məsələn işdə bir başqa cürü, yoldaş olaraq bir başqa cür və s. valideyn olaraq başqa cürük və hər bir rolumuza daha belə yoğun şəkildə
diqqətimizi ayırırıqsa, artıq bu nə olur? Yəni nə qədər çox parçalanırıqsa, bu da bizə gətirir, tükənmişliyə gətirib çıxardır. Bu da bizə müəyyən yorğunluğa gətirib çıxardır. Yəni təbii ki, biz onun qarşısını ala bilmərik ki, yəni mən heç kim tutaq ki də bunun qarşısını ala bilməz, rollarını azaldası deyil, azaldacaq deyil. Ancaq rolları nəzərə almalı ki, nə qədər çox olarsa, insan hər yerdə, hər mühitdə başqa cür olur təbii ki. Nə qədər çox olarsa, bu da bizə gətirir, bir növ yorğunluğa gətirib çıxardır. Və gəlir, məsələn, digər bir səbəb perfeksionizm, yəni mükəmməlliyətçilik. Məsələn, insan necə olur? Bir çox insanlarda nədir? Mükəmməlliyətçilik var. Deyir ki, hər şeyi mən eləyərəm, hər şeyin öhdəsindən mən özüm gələcəm və yaxud da deyelim ki, məsələn, insanlar ətrafım hər hansı bir layihədir, tutaq ki, öz üstünüzə götürmüsünüz, hər hansı bir işdə öz üstünə götürmüsünüz. Məsələn, bu işi sizinlə bərabər başqa insanlar sizə kömək edib komanda şəklində həll edə bilərsiniz. Amma siz o qədər mükəmməlliyətçisiniz ki, yəni düşünürsünüz ki, məsələn də qoy hər nöqtəsinə qədər özüm bilim, özüm öhdəsindən gəlim. Məsələn, başqası mənim kimi eləyə bilməyəcək, diqqətlə yanaşa bilməyəcək, o həssaslığı verə bilməyəcək, əksinə daha da narahat olacağam və s. Və nə edirsiniz? Daha çox bütün günü bununla məşğul olursunuz. Yəni siz 5 nəfərin görəcəyi işi bir nəfər öz üstünüzə götürürsünüz. Bu zaman nə olur? Bu zaman da artıq başlayırsınız yavaş-yavaş çökməyə. Yavaş-yavaş sizin üçün bu çətinlik törətməyə də çökməyə başlayırsınız. Yəni bu da artıq sizdə tükənmişliyə gətirib çıxarda bilər. Digər bir məsələ ola bilər sərhəd qoya bilməmək. Məsələn, bu çox önəmli bir məsələdir. İnsanların sərhəd qoya bilməsi. Yəni hər bir insan bunu əslində bacarmalıdır. Bacarmadıqda bu özümüzə yüklənirik. Məsələn, ola bilər ki, qarşımızdakı insanlara yox deməyi bacarmırıq. Məsələn, kimsə bizdən nəyisə istəyir, əslində biz bunu ona verməli deyilik, bildirməli deyilik, amma biz yenə də sərhədlərimizi qoya bilmirik. Lazımından daha artıq informasiya veririk, lazımdan daha artıq şəklində enerjimizi sərf edirik bu tip insanlara və artıq bu da içdən içə özümüz də fərqinə varmadan bizi tükədir, bizi yorur. Yəni demək istədiyim odur ki, bu sadəcə burnout, sadəcə iş görməklə bağlı deyil. Yəni ki, mən bütün günü iş gördüm, mən tükəndim, xeyr. Təkcə bununla bağlı deyil. Yəni buradan aydın olur ki, yəni bir səbəblərini izah edədikcə aydın olur ki, buna başqa problemlər də, başqa psixoloji təsirlər də var. Və digər də bir səbəb bunu deyə bilərik ki, öz ehtiyaclarını son yerə qoymaq. Çox təəssüf ki, çoxumuz bunu edirik. Çoxumuz özümüzün ehtiyaclarımızı ən son yerə qoyuruq. Məsələn, mənim tutaq ki, bu günlərim çox sevdiyim, hal-hazırda məsələn belə deyək, çox sevdiyim bir mahnıdır. Mən ona dinləmə ehtiyacı, ruhumun dincəlməsini istəyirəm. Sadə bir misal üzərindən deyirəm. Yəqin ki, hər birimiz bu şəkildə belə istəklərimiz olur. Ancaq nə edirik? Bunu edim sonra, bu işi də yekunlaşdırım sonra, ayda yox, axşam düşdü, qoy evə gedim, qalsın, nə bilim, bu işləri görüm, bitdi. Səhər oldu, yox, sonra eləyərəm də və belə artıq öz ehtiyacımı, bu sadəcə məsələ bir ehtiyacıdır, qoyduq kənara. Yəni bunu artıq nədir? Özümüzü son yerə qoyduq. Və yaxud da qarşımızdakı insana daha çox bunu edirik. Məsələn, mənim də ehtiyacım var, onu da, amma biz nə edirik? Biz daha çox özümüzdən fədakarlıq edirik, qarşımızdakı insanın ehtiyaclarını ödəməyə çalışırıq. Məsələn, mən özüm də getmək istəyirəm, tutaq ki, harasa gəzməyə. Mən burada sadəcə istirahət anlayışından danışıram. Başqa təbii ki, ehtiyaclar da ola bilər. Mən də özüm sadəcə gəzmək istəyirəm, ancaq qarşımızdakı yox, uşağımızı qoy ona aparım daha çox, o əylənsin və yaxud da öz emosional ehtiyaclarımı atıram arxa plana. Və bunlar da zaman-zaman bizdə fərqinə varmadan bizdə gəlir nə edir? Tükənmişliyə gətirib çıxardır. İndi keçək burnoutun, bayaqları sizə izah elədiyim kimi burnoutun mərhələləri var. Burnoutun mərhələləri nədir? Birinci mərhələ odur ki, bu mərhələdə sadəcə insan nə edir? Həddindən çox işləyir. Yəni birinci mərhələdə həddindən çox çalışma mərhələsidir. Bu zaman yəni hiss eləmir də, fərqinə varmır ki, mən belə problemlər yaşaya bilərəm və hər birimiz işə başlayanda, nəyəsə başlayanda çox həvəsli oluruq. Xüsusən də bu bizim əgər ilk işimizdirsə və ya da çox sevdiyimiz bir şeydirsə və orada motivasiyamız varsa ki, nə bilim, rəhbər yaxşı məni görsün və ya da bu işin sonunda yaxşı mükafat alacağam, hər hansısa da bir şey və ya da ümumiyyətcə mən özüm mükəmməlliyətçi bir insanam və istəyərəm ki, mənim elədiyim hər bir şey yaxşı olsun. Bu zaman həddindən çox başlayırıq çalışmağa.
vuruşuruq, çalışırıq və s. İlkin mərhələdə biz bunu artıq elədik. Addımımızı atdıq burnout-a. Təbii ki, heç kim demir ki, sən çalışma. Çalışmalıyıq. Ancaq bu çalışmanın da mexanizmini düzgün qurmalıyıq da. Sonra necə olur bu bizdə? Gəlir stres mərhələsinə. Stresə keçirik. Bunu birdən çatdıra bilməsəm, bunu edə bilməsəm, birdən necə olacaq? Bunu çatdırmalıyam, bunu bitirməliyəm, yekunlaşdırmalıyam. Gecə-gündüz artıq bunun üzərində işləyirik. Və artıq bu stres keçib xroniki stresə, yəni daha ağır bir problem halına, sonra artıq biz nə etdik? Tükəndik və ən sonunda artıq burnout-u yaratdıq. Yəni, indi mən sizə birazdan müəyyən texnikalar deyəcəm ki, burnout-u tükənmişliyi yaşamamaq üçün, yəni tam burnout mərhələsinə gəlməmək üçün necə davranmalıyıq, nələr etməliyik? Ancaq ona qədər müəyyən baxın, bu mərhələləri biz keçirik. Bunun indi hal-hazırda mən sizinlə istəyərdim ki, bir dənə test həyata keçirim. Bu testimizi yəqin ki görürsüz slayda. Testimizdə necədir? Yəni bu test burnout modellərinə əsaslanan özünü qiymətləndirmə vasitəsidir. Yəni bu yəni hər test diaqnoz deyil, amma sadəcə vəziyyəti anlamağımıza kömək edir ki, hal-hazırda biz burnout keçiririkmi, yoxsa yoxmu? Yəni bunu bizə anlamaqda bizə özümüzə kömək eləyəcək. Testimizdə 20 dənə sualdır. İstəyirsinizsə mən sualları bir-bir oxuyum. Oxuduqca özünüzdə bir yerdə qeyd edin ki, bu sizdə hansı baldadır. Hər bir üçün özünüzə uyğun cavabları seçirsiniz. Məsələn, əgər heç vaxt bu hallar yaşanmayıbsa 0 qeyd edəcəksiniz. Çox nadir hallarda 1, bəzən 2, tez-tez olursa 3, hər zaman olursa artıq 4. Hazırsınızsa, istəyirsinizsə mən bir-bir sualları oxuyum. Özünüz də görürsünüz, ancaq mən də bir-bir oxuyum ki, hamı da eyni anda bu testi eləməyə başlasın. O halda mən başlayıram. Birinci, səhər oyananda günə başlamaq mənə ağır gəlir. Bunu özünüz üçün qeyd eləyin və hər zaman qeyd elədikcə ən sonunda bu nəyə görə qeyd edirik? Ən sonunda biz bunları toplayacağıq və özümüz üçün müəyyən baxacağıq ki, görək biz burnout yaşayırıqmı, hansı mərhələdəyik, yoxsa nə vəziyyət necəyik? Bir, dediyim kimi, səhər oyananda günə başlamaq mənə ağır gəlir. İkinci sual, işim, öhdəliklərim məni emosional olaraq tükəndirir. Əvvəllər həzz aldığım şeylər indi maraqsızdır. Yəni, bu az əvvəl qeyd elədim ki, məsələn, əvvəllər oyun oynamaq çox sevirdim, amma indi maraqlı gəlmir və s. Daimi yorğunam, istirahət etsəm də belə keçmir. Kiçik problemlər belə məni əsəbləşdirir. İnsanlarla ünsiyyət məni yükləyir. Bu 6-cıdır. 7. Özümü mexaniki şəkildə hərəkət edən kimi hiss edirəm. Yəni, fərqinə varmadan davranışlarımı həyata keçirirəm. Standart, robot kimi belə deyək. 8. Mən artıq bacarmıram fikri tez-tez gəlir. 9. Özümə qarşı səbrim azalıb. 10. Konsentrasiya olmaq çətindir. Yəni, diqqətimi toparlamaq çətindir. Diqqətimi bir nöqtəyə çətin toparlayıram. 11. Tez-tez baş ağrısı, bədən ağrıları olur. 12. İşdən sonra heç nəyə halım qalmır. 13. Daxili boşluq hissi var. Yəni, düşünürəm ki, nə edirəmsə, daxili bir boşluq var. 14. Özümü dəyərsiz və yaxud da faydasız hiss edirəm. 15. Hər şeyin mənasız olduğunu düşünürəm. 16. Davamlı stres halındayam. 17. Yuxu problemim var. Yəni, bu da az əvvəl dediyim kimi çox yatmaq və yaxud da az yatmaq. 18. Özümə vaxt ayırmağa günahkarlıq hiss edirəm. Yəni, düşünürəm ki, özümə vaxt ayırıram, ancaq işimə vaxt ayırmıram, ona görə də özümü günahkar hiss edirəm. 19. Dincəlsəm belə rahatlaşa bilmirəm.
və 20 sadəcə dayansam hər şey düzələr düşüncəsi olur. Yəni stop eləsəm düşünürəm ki, hər şey düzələcək. Hər kəs etdi mi testi? Aha, əla. Yaxşı. Deyin görək aranızdan 4 yazanlar nə qədər oldu? Ümumiyyətlə 4 balla qeyd edənlər oldu mu? Bir neçə nəfər belə başa düşürəm ki, 4 balla. Aha, buyurun. Bir neçə nəfər 4 balla qeyd edib. Yaxşı, hansılarda 4 bal qeyd eləmisiniz? Bundan əvvəlki slayda bir daha geri dönə bilərik zəhmət olmasa. Çünki mən onun əsasında... söz. Ay Allah. Vallahi qeyd eləməliydik. Necə? Mən səhv salmışam və cavab yazmışam. Slaydı saxlayın da zəhmət olmasa. Bir çevirdiniz, mən bir dənə qeydlərimi oradan ona əsasən götürəcəm. Bir dənə mən də eləyim. Aha. Test olan slaydı istəyirsiniz yəqin ki, bundan sonraki, yoxsa bu? Yox, bu qalsın. Tamam. Necədir vəziyyət ümumiyyətcə? Axşamınız xeyir. Məndə bir neçəsi çıxmaq şərti ilə, bir neçə sual çıxmaq şərti ilə demək olar ki, 15-ində hamısı 4 ballandır. Siz hansı peşədəydiniz? Mən əslində ixtisasım müəllimədir, amma yəni öz ixtisasım üzrə işləmirəm. Həm də çox işləməmişəm. Təzə başqa sahə üzrə işləyirəm. Buna görə istədiyim yoldaşım icazə verməyib işləməyə və uşaqlara belə çox məsuliyyətli olduğum üçün o qədər özümü yükləmişəm ki. Məsələn, siz orada dediniz ki, özümə vaxt ayırsam günahkar olaram. Mən amma tərsinəyəm. Hər şeyə vaxt ayırıram özümdən. Yəni boş vaxtım olsa belə gedib saçımı orada fenləməyə bir teyim həvəsim yoxdur. Amma belə yatıram. Bütün günü konkret yatıram. Doymuram yuxudan. Uşaqları məktəbə yola salıb işə getməyəndə təzədən yatıram. Durub yemək məcbur olaraq. Yəni o məcburiyyət olmasa elə yenə bütün qurğulu sut içində də belə deyim, bütün sutka yatar. Hal-hazırda o vəziyyətdəyim. Mən özümü depressiya da sanırdım, amma sizi dinlədikcə deyəsən tükəlmişlik elə məndə var. Çünki mən elə bilirdim, məndə o şey var ya, nə deyirlər ona, hisslərini biruzə vermirsən, bütün içine atmaq. İçine atmaq düşünürdüm. Həm o var, həm də deyəsən bu var. Aydındır. Yaxşı. Hər kəs... Məndə 4-cü səviyyə 7 dənə qeyd elədim. 7 sualda qeyd elədim 4-cü səviyyəni. Sonra ikinci səviyyə məndə 6 sualda qeyd elədim. 0-cı səviyyə heç vaxt 4 sualda qeyd elədim. Yəni çox halların cavabı məndə bəzən 2 bal kimi. Orta səviyyəli burnout təxminən sizdə çıxır. O halda belə eləyək. Hamı yazıbsa, onları balları toplayaq ki, görək bizdə burnout təxminən hansı səviyyədədir. Varmı və varsa hansı səviyyədədir? Digər slaytda biz artıq bu nəticəni görəcəyik. Toplayanda görək hansı nəticəni əldə edirik. Əgər sizin balınız 20 bala qədərdirsə, 0-20 bal aralığındadırsa, bu zaman bizdə burnout yoxdur. Və yaxud da varsa da çox zəifdir. Yəni, keçid eləməyə başlayır. Yəni, çox zəif vəziyyətindədir. Əgər biz 21-40 bal aralığında toplamışıqsa, yüngül tükənmə. Yəni, bu artıq bizə xəbərdarlıq verir ki, artıq bizə burnout baş qaldırıb. 41-60 bal aralığındadırsa, orta səviyyəli burnout. Yəni biz artıq burada işlərimizdə müəyyən problemlər yaşayırıq və s. Artıq 61-80-dirsə yüksək səviyyəli burnout, ciddi diqqət etmək lazımdır. Məndə 56 çıxdı. Orta səviyyəli burnout. Və sizdə 56, belə deyək də, artıq ortanın sonuncu ballarına uyğundur deyə yüksəyə daha çox yaxındır. Məndə 59.
Yəni belə deyək, sizlərdə artıq keçidə yaxındır. O zaman bu artıq Üzr bizim istəyirəm. Bir də izah üçün eləyərdiniz bu balları nəyə əsasən toplayırdım? Bir də izah eləyərdiniz. Baxın, birinci slaydda biz dedik ki, 0 hansı hallarda 0 yazacağıq, hansı hallarda onu yazmışdınız. Məsələn, 0 heç vaxt. Yazmışdım. Misal üçün 4 bəli. bal, 7 sual. Əla. O yazdığınız balların bütün yəni rəqəmlərin hamısını toplayın. Aha. Məsələn, dedik bayaq ki, 7 dənə 4 ballıq Aha, var idi. bəli. Onların hamısını toplayın. Topladınız mı? Topladıkdan Bəli, sonra, aha. Neçə bal çıxdı sizdə? 21. 21. O halda sizdə yüngül tükənmədi. Yəni sadəcə xəbərdarlıq verir ki, Təzə başlayır. tükənə bilərsiniz. Hələ təzə başlayırıq. Yəni onun üçün başlamamaq üçün də indi hal-hazırda texnikalar deyəcəm ki, nələr eləyəcəyik. Tamam. Xanım biri səhv eləmirəmsə yazıb orada 72. Artıq bu ciddi bir diqqət etmək lazım olduğumuz məqamdır. Yəqin biz necə çıxacağımızı da öyrənəcəyik də inşallah bu vəziyyətdən. Çünki bu vəziyyətdə qalmaq istəmirəm, bezdirir məni, amma çıxa da bilmirəm. Aha. Baxın, burnout haqqında danışanda deməli necə, bayaq sizə dedim ki, yorğunluqla burnoutun fərqi odur ki, yorğunluğu yatırıq, dururuq, keçiririk. İstirahət edirik, keçiririk. Amma burnout elə deyil. Və biz burnoutda hansı dərəcədə olmağımızdan asılıdır. Əgər yüngül vəziyyətindəyiksə, orta səviyyədəyiksə və bu da sizin biraz da belə deyək, özünüzün xarakterinizdən asılıdır. Yəni özünüzlə necə mübarizə aparmağınızdan asılıdır. Əgər belə bir mübarizəkar bir insansınızsa və müəyyən veriləcəyim texnikalar edəcəksinizsə, ən azından müəyyən bir şəkildə çıxa biləcəksiniz. Yox artıq bu texnikalar da sizə heç bir işə yaramırsa və ciddi vəziyyətindəsinizsə və görürsünüz ki, yox, mən artıq heç bir şəkildə öz öhdəmdən gələ bilmirəm. Artıq bu zaman peşəkar bir yardım almamız lazımdır. İndi keçid eləyirik. Biz artıq təxmin olaraq hər kəs bildi ki, məndə burnout var ya yoxdur. Yəni bu sindromu yaşayıram ya yox. Praktiki həlli yollarına. Mən burada bir neçə praktiki həlli yolları dedim. Yəni ola bilər ki, sizin özünüz üçün də praktik bir həll yolu yarada bilərsiniz. İndi deyəcəm onu nəyə görə deyirəm. Birinci metod nədir? Mikro bərpa metodu. 5 dəqiqəlik fasilə metodu. Bunu mən mexaniki olaraq 5 dəqiqə dedim. Bu sizə 10 dəqiqədə ola bilər, 2 dəqiqədə ola bilər. Yəni sizin özünüzdən 1 saat da ola bilər. Sizin özünüzdən asılı olaraq dəyişir. Məsələn, biz adi məsələdir ki, yəqin ki bilirsiniz də, adi dərslər necə tənzim olunur? 45 dəqiqə dərsdir, 5 dəqiqə tənəffüsdür. Universitetdə də bu belədir. 90 dəqiqə mühazirənin 45-45 bölünürdü. Və yaxud da 80 dəqiqə bəzi yerlərdə birləşirdi, sonda 20 dəqiqə fasilə verirdi. Məsələn, biz də seanslar keçəndə 45 dəqiqə seans keçirik, 10-15 dəqiqə fasilə veririk. Və yaxud da bu yaşdan asılı olaraq dəyişir. 50-55 dəqiqə seans keçirik və salam. Niyə? Çünki insan beyni bir şeyə bu qədər fokuslana bilər. Yəni bir insan 9-dan 6-ya qədər biz iş rejimindəyiksə, aydın məsələdir, biz 9-dan 6-ya qədər 8 saat, 9 saat biz bir şeyə fokuslanıb işləyə bilmərik. Yəni nə qədər fasiləsiz də işləsə, beyin bir yerdə tükənəcək, dayanacaq. O zaman nə etməliyik? Özümüzün həkimi olmalıyıq bir növ. Özümüzlə nə edirik? Artıq özümüzə istirahət veririk. Görürəm artıq mən nəsə tükənirəm, yorğunam, 5 dəqiqəlik fasilə. Yəni bu 5 dəqiqə uzanmır da. Mən o 5 dəqiqəlik fasilədə o demək deyil ki, mən getdim 5 dəqiqəlik fasilədə telefonla oynadım və yaxud da nə bilim, kiməsə getdim, başımı qatdım, kompüterə baxdım, televizora baxdım. Xeyr, bu 5 dəqiqə ondan söhbət getmir. Otaqdasınız, məsələn, hansısa bir yer baxır da, indi harda çalışmanızdan asılı, hansı mühitdən asılıdır. Məsələn, otaqdasınız, pəncərəni aça bilərsiniz, havalandırın mütləq şəkildə otağı, çıxın bir 5 dəqiqə gəzin, təmiz hava alın və yaxud da uzanın. Baxır, o artıq sizin nə iş görməyinizdən asılı olaraq. Amma mütləq özünüz üçün o qrafiki təyin edin. Ki, mən məsələn, özüm üçün qrafik təyin edirəm. Tutaq ki, mənim enerjim, diqqətim bir şeyə maksimum yarım saat fokuslana bilirəm. Yarım saatdan tərəfə mən nə qədər eləsəm də onsuz da səni dinləmirəm. Onsuz da bu işə fayda vermirəm. Yəni, nə qədər özümü məcbur eləsəm də yoxdur, o tərəfə getmir. Məsələn, yarım saat bildirdim. Yarım saat mən bunu eləyirəm. Keçirəm özümə 5 dəqiqə fasilə verirəm. 5 dəqiqə artıq enerjimi topladım. Qayıdıram təzə işimin arxasınca davam edirəm. İkinci yarım saatı keçirəm və bu şəklində nə edim? Həm daha verimli, daha belə deyək də aktiv şəkildə fəaliyyətimi davam etdirdim. Yoxsa yalanan 8-9 saat bir şeyin üzərində durmağın çox da mənası olmur. Yəni biz artıq orada verimli ola bilmirik, məhsuldar ola bilmirik. Sonra ikinci metod nədir?
tapşırığı kiçildirik. Məsələn, biz bir şey eləyəndə bizim gözümüzə böyük görsənir ki, ay da mən bunu necə eləyəcəm. Biz artıq bu tapşırığı 3 hissəyə bölürük. Başlayırıq, davam eləmək, bitirmək. Bizim ən böyük problemimiz nəyəsə başlamaqdır. Və düşünürük ki, başlamaq deyəndə də bütün prosesi beynimizdə canlandırır. Vay, mən bunu necə eləyəcəm? Məsələ nədir? Məsələn, gəlin tamam başqa bir şeylə misal çəkim. Tutaq ki, bir video çəkəcəksiniz. Tamam başqa bir hər hansı bir maarifləndirici bir video çəkib, çəkiliş eləyib paylaşacaqsınız. Və adam beyninizə gəlir ki, mən bunu necə eləyəcəm? Bunun üçün artıq işi bölürük. Başlamaq üçün birinci artıq mən mövzusunu hazırlamalıyam. Nə mövzusu çəkəcəm, onu hazırlayıram, adını daha doğrusu düşünüb tapıram, mövzusunu hazırlayıram. Bu birinci mərhələ. Artıq bu mənim başlama mərhələm. Sonra artıq davam etmə mərhələm, orta mərhələdə artıq. Yəni bunu özüm üçün bölürəm də bu işi. İkinci mərhələyə keçid elədim. Artıq keçirəm nəyə? Video çəkiliş etməyə. Üçüncü mərhələdə artıq bunu editləyirəm, paylaşıram. Yəni məsələ nədir? Bunu məsələn siz özünüz hər hansı bir yerdə yazıb da formasına qoya bilərsiniz, yaza da bilərsiniz. Yəni baxır kimə necə rahatdırsa yaza da bilər və yaxud da beynində saytı canlandıra da bilər. Bu şəkillər əsasına da hazırlaya bilər. Bu sizin özü bilirəm. İnsana biraz qəribə gəlir ki, yox, mən bir işim gücüm vaxtı bunları eləyəcəm. Amma bu kimi şeylərdə biraz etsəniz, daha ağır problemlərin qarşısını ala bilərsiniz. Məsələn, tutaq ki, düşünürsünüz ki, mən harasa qonaqlığa gedəcəm, məsələn də və deyirsiniz ki, ayda mən bunu kim deyib, daha hazırlaşmaq və s. və bu işi biz böyüdürük gözümüzdə. Yenə başlayırıq birinci mərhələ. Özümün beynimdə dururam ki, mən ora getməyim üçün birinci durub hazırlaşmalıyam, məsələn, yola çıxmaqdır, üçüncü də gedib çatmaqdır və s. Neylədim? Özüm üçün bunu mərhələlərə böldüm. 3 mərhələyə böl, 5 mərhələyə böl, 2 mərhələyə böl. Bu yenə də sizə individual xarakter daşıyır. Yəni mən orada ümumi bu formada yazmışam. O demək deyil siz də özünüzdə bu şəkildə tərtib eləyəcəksiniz. Siz onu başqa cür özünüzləşdirə bilərsiniz. Zaten belə bir şey var ki, hər metod hər insanda eyni cür işləmir. Yəni hər kəs onu özünküləşdirməlidir. Özünə uyğun bir tərzə keçirə bilərik. Gəlirik artıq üçüncü bax belə bir vacib bir tapşırıq, sərhəd qoymaq cümləsi. Məsələn, mənim beynimə, özümə deyirəm ki, buna hazırda mənim resursum yoxdur. Yəni nə deməkdir bu? Özümü yükləyirəm ki, bugün bunları hamısını çatdırmalıyam. Bir dənə beynimə stop verirəm ki, sən bu dəqiqə o vəziyyətdə deyilsən, axı sən bunu çatdıracaq bir durumda deyilsən. Yəni hal-hazırda nə etsəm də mən bu işi tamamlaya bilməyəcəm də. Yəni yalanın özümü belə deyək, öldürə bilmərəm axı. Kiçik kiçik tapşırıqlara bölə bilərəm o işi. Məsələn, gündə bir işini tamamlayıram. Məsələn, hər hansı bir layihə həyata keçirirsiniz, layihə hazırlayırsınız və bir gündə təbii ki, siz onu həll edə bilməzsiniz. Və yaxud da bir imtahana hazırlaşırsınız, bir gündə siz oturub hesab, kitab edə bilməzsiniz ki, mən bir gündə bu qədər sual oxumalıyam. Onu artıq kiçik tapşırıqlara bölürəm, hissə-hissə. Gündə də bir dənəsini yerinə yetirirəm, enerjimdən asılı olaraq. Yəni özümüzü mütləq ön planda görməliyik, özümüzü düşünməliyik hər hansısa bir addım atanda. Yəni sadəcə mən bunu eləməliyəm, biz insanıq, biz robot deyilik, mən bunu eləməliyəm, sabaha bitirməliyəm deyə formasında yaşamalı deyilik də. Yəni biraz özümüzə bir beynimizə deyək ki, yox, sən bu günləri bunu bitirə bilməzsən. Yəni bitirərsən, amma bitirsən çökəcəksən. Ona görə nə etməliyik? Özümüzə bir yaxşılıq eləyirik və bunu artıq kiçik tapşırıqlara bölürük, bir işi mütləq tamamlayırıq və yaxud da bir şey də var ki, niyə eləyə bilmirik, onun səbəbini araşdırırıq və oradan başlayırıq işimizi görməyə. İnformasiya detoksu. Nə deməkdir informasiya detoksu? Son vaxtlar, yəni hər birimiz, heç özümüz qarşıyıq, telefondan çox istifadə edirik. Telefon, televizor daha çox telefon. Neyinirik? Bütün reelslərə baxırıq, storyləri izləyirik və s. də, yəni belə bu formasında. Amma fərqinə varsaq ki, 1 saat belə, yəni müəyyən bir qədər belə biz telefonun uzağa qoymaq bizə enerji verir. Yəni beyin artıq biraz sakitləşir. Məsələn, bu informasiyanı biraz azaltmalıyıq. Məsələn, biz başlayırıq, tutaq ki, telefonda bütün gün desəz ki, o mənə neyinir ki, belə baxıram, çevirirəm də, maraqlı şeylərdir, gülürəm, nə bilim, özümü tapıram və s. Fərqinə varmadan beynimiz yüklənir. Biz aşırı dərəcəsində informasiya ilə beynimizi toplayırıq.
hərədən bir şey, hərədən bir söz öyrənirik. Beynimizə müəyyən bir şeylər ilişib qalır. Aha, görürsən bu buna niyə belə dedi? Və ya aha, mən də bu məsələn o qədər yəqin ki, çoxumuzun qeyd elədiyi şeylər var. Ya mən də bunu eləyəcəm, mən də gedib bunu hazırlayacağam və s. Çoxumuz da onları eləmirik. Amma neylədik? Beynimizə informasiyalar yığdıqda bunu eləyəcəm, bunu bişirəcəm, mən də bu şeyi quracağam və s. Müəyyən boş və yaxud da dolu informasiyalarla beynimizi yüklədik. Ona görə də biraz bu texnoloji şeylərdən gün ərzində 1 saat onu uzağa qoyub sağlam bir şəkildə istirahəti özümüzə verə bilərik. Məsələn, və var digər bir texnika nə ola bilər? Bədən texnikaları. Nəfəs alırıq, nəfəs məşqləri eləyirik. Artıq görürük ki, bədənimiz yüklənib, beynimiz yüklənib daha doğrusu. Çətindir mənim üçün nə isə etmək. Artıq nədir? Başlayırıq nəfəs alıb texnikalarını həyata keçirməyə. Gözlərimizi yumuruq, dərindən buruna nəfəs alırıq, ağızdan veririk, bir neçə dəfə bu hərəkəti təkrarlayırıq və yaxud da müəyyən meditasiya eləyə bilərik. Əgər marağımız varsa meditasiya və yaxud da yüngül həzin musiqiyə qulaq asa bilərik. Bədənimizin müəyyən idmanlar var. Hansı ki, yadınızdadır yəqin ki, məktəb vaxtı biz səhər 9-da məktəbə gedəndə bizə məktəbin həyətində etdirirdilər də, əllərin qabağı yuxarı aşağı. Fərqinə varmadan onlar bizə çox böyük xeyir eləyirmiş. Gün ərzində bunu biz bir neçə dəfə təkrarlasaq, özümüz də bilmədən bədən əzələlərimizi boşaldırıq. Yəni ki, bədənimiz hərəkət eləyir, bütün belə deyək də, nədir? Hərəkət elədikcə artıq beyinə qan gedir, yaxşı şəklində qan gedir. Yəni bu şəklində müəyyən yüngülvari, heç kim sizdən demir ki, gəl burada yarım saat, nə bilim, hər hansı pilateslə məşğul ol, idmanla məşğul ol, amma yüngül 5 dəqiqəlik bir bədən enerjisi boşaltma texnikasından istifadə eləyə bilərik. Və bir də mənim ən çox sevdiyim şey nədir? Hər hansı bir problemi eləyərkən, yəni hər hansı bir problemi yaşayarkən onu yazaraq və yaxud da səsli şəkildə bildirərək onun nədən qaynaqlandığını bilmək. Məsələn, mən artıq özümü fikirləşirəm, deyirəm ki, mənə ən çox gün ərzində, özüm üçün gün ərzində özümə vaxt ayıram da bir sorğu həyata keçirirəm. Gün ərzində deyirəm, mənə ən çox bugün nə yordu? Məni nə yüklədi? Məni nə rahatlaşdırdı? Yəni, özümüz özümüzlə bir növü tanış oluruq. Öz problemlərimizi görürük. Ya görürük, ya eşidirik. Biz məsələn, nə qədər desək də ki, mən bilirəm ki, mənim problemimin səbəbi budur, beynimdə canlandırıram. Amma onu dəftərə yazmaq, vərəqə yazmaq və yaxud da səsli şəkildə ifadə etmək bizə çox şey qazandırır. Çünki nədir? Biz danışdıqca beynində informasiyalar bu şəkildə qarmaqarışıqdır da. Biz danışdıqca onlar yavaş, o belə deyək də, sap yavaş çıxır düzgün şəklində. Artıq biz çözə bilirik ki, bu problemin kökü bundan qaynaqlanır. Mən fərqinə varmıram, mən daha çox bu sözü işlədirəm. Məsələn, bəzən elə pasientlər olur ki, yanımıza gələndə burnoutdan əziyyət çəkən pasientlər daha çox gəlirlər, nədən danışırlar? İş həyatından. Məsələn, iş həyatında burnout yaşayanlardan söhbət gedir. Yəni, burnoutu daha çox harda yaşayıblarsa, belə deyim daha doğru. Gəlirlər, iş həyatından tutaq ki, insan danışır və yaxud da nədən danışır? Nə bilim, iminli bir şəxsdən danışır və iminli bir şeydən danışır. Da o zaman birdən fərqinə var ki, mən məsələn 1 saat danışıram, mən bundan başqa bir şeydən danışmıram, mən ancaq iminli bu mövzuya toxunuram. Yəni, mən sadəcə bu mövzudan mı ibarətəm? Xeyr, mən sadəcə həyatım bundan mı ibarətdir? Mən danışmağa başlayanda bundan mı danışmalıyam? Bunu mən ifadə edirəm? Xeyr, elə deyil. Yəni, deməli nədir? Mən danışdıqca artıq fərqinə varıram ki, məni ən çox nə yorur? Məni nə yükləyir? Və mən nəyi danışanda, nəyi yaşayanda, nəyi yazanda daha çox rahatlayıram, daha çox xoşbəxt oluram. Bu da artıq bizdə, yəni artıq bu kimi, belə deyim, bu problemləri, bu metodikalar, texnikaları siz tətbiq etsəniz, bir neçə həftəyə artıq özünüzdə müəyyən dəyişiklikləri hiss eləyəcəksiniz. O demək deyil ki, yəni bunları elədim, hər şey düzəldi və yaxud da mütləq şəkildə bu texnikalar işləyəcək və yaxud da heç işlənməyəcək. Bu yenə də sizin özünüzdən asılı olan bir şeydir. Sizin bunlara nə dərəcədə riayət etməyinizdən asılıdır. Məsələn, bəlkə insan var ki, ona daha yaxşı, başqa şeylər daha xoş gəlir. Məsələn, insan var ki, onun üçün əsl istirahət bir şəkil çəkmək, rəngləməkdir və yaxud da musiqiyə qulaq asmaqdır, gəzməkdir ya da heç nə eləməmək başqa bir şeylərdir.
və yaxud da hansısa bir kitab oxumaqdır və s. də. Yəni hər insan fərqlidir, hər insanın motivasiya edən şeylər fərqlidir. Yəni özünüz üçün müəyyən metodikalar da təyin edə, texnikalar da tapa bilərsiniz. Amma artıq görsəniz ki, mən heç bir şəkildə bu problemin öhdəsindən gələ bilmirəm və getdikcə bu problem məndə elə bir hala gətirib çıxardır ki, mənim həyat fəaliyyətimə mane olur. Artıq bu zaman müəyyən bir dəstəyə başvursanız yaxşı olar. Yəni belə deyək, hər bir insanda bu tip problemlər var. Yəni heç bir insan deyə bilməz ki, məndə bir problem yoxdur. Hər kəsdə var problemlər. Sadəcə o problemlər bizim həyat fəaliyyətimizə nə dərəcədə təsir göstərir? Əgər bir şey həyat fəaliyyətimə mənim aşırı dərəcədə təsir göstərirsə, məni incidirsə və mənim münasibətlərimə təsir göstərir, gündəlik həyat rejimimi əlimdən alırsa, günü-gündən mən aşağı doğru istiqamətlənirəmsə, gedirsə məndə həyat enerjim və s. bu zaman artıq dəstək almalıyam. Yox, mən o problemin öhdəsindən normal şəkildə gələ bilirəmsə və problemin öhdəsinə gəldiyim halda hər hansısa bir emosional tükənmə yaşamıramsa, o zaman yəni hökm deyil ki, siz gedin müəyyən bir dəstək alın və s. Və bu kimi texnikalar da sizə kömək eləyə bilər. Belə. Buyurun o halda gəlsin bizim suallarımız. Əminəm ki, hər kəsin çoxlu sualları olacaq. Beş dəqiqəlik meditativ skan nə deməkdir? Yəqin ki, meditasiyaları bilirsiniz, meditasiyaları eşitmişsiniz. Məsələn, intellektual hədsiz dərəcəsində meditasiyalar var. Yəni 5 dəqiqə özümüzə meditasiya dinləyə bilərik və yaxud da sizi nə rahatlaşdırır. Musiqisini dinləmək də ola bilər, yoga da eləmək ola bilər və s. Bu kimi bu nəzərdə tutulur. 5 dəqiqəlik yüngül meditativ skan, fasilə. Çox sağ olun. Mən təşəkkür edirəm. Başqa kimin sualı var? Bir saniye, mən sizin sualınızı gördüm, amma sonra getdi. Bir saniye tapım. Fatimə xanım deyir ki, müəyyən bir işə başlamaq istəyirəm, amma hər gün səhər edərəm deyirəm, bir şəkildə buna təcilən başlamalıyam. Başlaya bilmək üçün nə edim? Əla. Deməli, nə edirik? Kiçik bir formada belə bir şey deyim. Birinci, o iş haqqında siz bir dənə oturun, bilmirəm də yazmağı sevirsiniz ya necə. O iş haqqında gəlin bir detallı şəkildə analiz aparın. Bu iş mənə nə üçün lazımdır? Yəni, işə qarşı olan motivasiyanızı aydınlaşdıraq. Yəni, bu iş mənə nə dərəcədə lazımdır? Nə dərəcədə mən bu işə başlamalıyam? Başlamalıyam, həqiqətən istəyirəm buna başlamaq. Başlasam nə olar, başlamasam nə olar və s. Özünüzdə müəyyən buna analiz eləyə biləcək suallar yazın və başlayın onların bir punktunu onları cavablandırın. Artıq o zaman baxın, görün, bir növü belə deyək, tərəziyə qoyaq. Tərəziyə qoyacaqsınız və az zaman başlayacaqsınız ki, yəni bu işə başlamaq mənə həqiqətən mi lazımdır, yoxsa yoxmu? Tərəzinin nəticəsində hansı tərəf ağırlıq eləyirsə, o artıq sizi bir növü biraz da hərəkətə keçirəcək və bunu yazdıqca biraz daha çox motivasiyalanacaqsınız. Bu formanı bir dənə yoxlayın, görün necə ola bilər. Salam, mənə motivasiya edici sözlər heç təsir etmir, başa düşürəm, amma bədənim hərəkətə keçmir, nə edə bilərəm? Əslində motivasiya edici sözlər təsir etmir. Bu o qədər də pis bir şey deyil. Çünki bu dəqiqə hansı kitabı açsaz hər yerdə motivasiyalandırıcı sözlər var. Qalx ayağa, hər şey yaxşı olacaq və s. falan filan. Bunlar deyil. Bunlar real. Yəni düzdür. İnsan istəyir ki, nələrsə eləsin, amma bir boş hava şarı kimi bir şeydir. Ona görə də və yəni bu çox normal bir haldır. Bunu belə deyək, sizi hərəkətə keçirmək üçün doğrudan da istəyib istəmədiyinizi birinci şəkildə aydınlaşdırmalısınız. Məsələn, mən belə başa düşdüm ki, siz daha çox realist bir insansınız. Yəni bir problemi realist şəklində baxırsınız. Ona görə də siz bunu belə istəyirsinizmi? Yəni bu şeyi etməyi doğrudan da istəyirsinizmi? Əsas məsələ odur. Özünüzdə o motivi görürsünüzmü ki, yəni mən bunu edəcəm, etməliyəm, mən bunun sonunda nə əldə edəcəm və s. Birinci olaraq beyninizdə bunu aydınlaşdırmalısınız. Əgər həqiqətən etmək istəyirsinizsə, artıq beyninizdə onu qurun ki, mən bunu etmək üçün hansı mərhələlərdən keçməliyəm və keçmək üçün də bunu etməliyəm.
Artıq beyninizdə birinci bunu qəbul etdirsəniz, məncə daha doğru şəkildə addım ata bilərsiniz. Əgər bir insanı tükəndiribsə, necə çıxa bilər? Əgər öz-özünə çıxmağa çalışırsa, yəni də nəsə edir, tükənir, necə etmək lazımdır? Yəni də etmək lazımdır. Aha, bu biraz başqa bir mövzudur. Bu düzdür, bu da tükənmişlik sindromuna aiddir, amma burada artıq konkret bir insandan söhbət gedir. İnsan sizi tükəndiribsə, sizin bir neçə variantınız var. Birincisi, qarşınızdakı insanı dəyişə bilməzsiniz. Yəni biz nə qədər eləsək də, istəsək də, yəni o insanı dəyişə bilmərik. Müəyyən bir yaşdadırsa, müəyyən bir şəkildədirsə. Biz ona görə də özümüzlə müəyyən bir işlər görməliyik. Buna bir neçə variant ola bilər. Ya qarşımızdakı insanı, baxır o insan bizim nəyimizdir və onun nə dərəcəsində görürük, nə dərəcəsində o insanla bir yerdəyik. Məsələn, o insana bir ola bilər ki, ignor ata bilərik, beynimiz ignor edə bilər. Bu ən sadə, ən rahat qaçış yoludur, çıxış yoludur belə deyim. Çünki qarşınızdakı bir şey sizə çox aşırı dərəcəsində təhlükə verirsə, aşırı dərəcəsində qıcıq verirsə, o insan onu ignor edə bilərsiniz. Güclü iradəniz varsa. Görməzdən gəlirsiniz, var, amma yox kimi. Yəni beyninizə artıq bu siqnalı ötürürsünüz. Yox, artıq o dərəcəsindəsiz ki, yox, mən bu insanı heç cürə görməzdən gələ bilmirəm və mümkün deyil mənim onu etməyim. Siz onu artıq bilsin nələr düşünməlisiniz, onun etdiyi hansı şeylər mənə bu qədər dərəcəsində çətinlik törədir, nə məni tükədir. Yəni nəyə görə məsələn onun dediyi sözlər mənə qıcıq verir, onun dediyi sözlərdən mən tükənirəm, yoxsa hər kəs mi bunu desə mən tükənirəm? Artıq bunları aydınlaşdırmalıyıq. O səbəblərdən sonra da artıq belə deyək də mərhələ-mərhələ işlər gedir. Sağ olun, webinar üçün təşəkkür edirəm. Mən təşəkkür edirəm iştirakınız üçün. Mən də bütün işləri istər vacib, istər əhəmiyyətsiz təxirə salma artıq bütün işləri sonuncu dəqiqə yerinə yetirirəm. Bəzən heç etmirəm belə. Əvvəl zövq aldım, heç nədən zövq almıram. Heç bir şey üçün həvəsli olmuram. Aha, nə qədər müddətdir bu sizdə baş qaldırır? Yəni təlimimizin belə deyək də əsas hissəsi. Demək olar ki, sizdə də artıq burnout biz müşahidə edə bilərik. Nə qədər müddətdir bu sizdə baş qaldırır? Və bunun üçün nələr edirsiniz? Və yaxud da etmək istəyirsinizmi ki, bu problemdən çıxmaq istəyirsinizmi? Aha, bir ilə yaxın artıq uzun bir müddətdir. Xüsusilə təşəkkür edirəm. Dinləyirəm böyük həvəslə. Bunu təxirə salmadan. Məndə bəli bir ilə yaxındır və bunun üçün müəyyən metodlar, vasitələr etsəm belə uzun müddətli olmur. Yəni, misal üçün bir həftə etdiyim metodlardan dəyişikliklər olsa belə, növbəti həftələr artıq dediyim hallar davam edir bəli. Ola bilər ki, belə deyək də, siz üst hissəni həll edirsiniz, kökü həll eləmirsiniz. Yəni, siz belə deyək də, biz davranışı dəyişirik, amma onun kökündə yatan səbəbləri dəyişmirik. Səbəblərə gedib çıxa bilmirik. Yəni, bu halda mən belə deyim də, sizin tək özünüz üçün, əgər bir ilə yaxındır və özünüz də müəyyən metodikalar istifadə eləmişsiniz və öhdəsindən gələ bilməmişsiniz də, bilmirəm, peşəkar yardım almışsınız, yəni necə? Ancaq bunun mütləq şəkildə kökünü həll etmək lazımdır. Biz məsələn, gəlin sizə sadə bir misal deyim. Tutaq ki, mənim qızdırmam qalxır. Mən dərman atıram, qızdırmamı yendirirəm. Amma qızdırmam yenə qalxacaq. 3 gün sonra təzədən yenə qızdırmam qalxır. Mən qızdırmamın səbəbini araşdırmadan sadəcə kör-körənə qızdırma üçün dərman atıram. Əslində isə mənim qızdırmam boğazımda hər hansı bir çirk olur, ondan olar, soyuq dəymədən olar, mədadan olar və s. başqa problemlərdən ola bilər. Mən o problemi çözəndən sonra, həll eləyəndən sonra mənim artıq o simptomum aradan qaldıracaq. Biz yəni simptomu aradan qaldırırıq. Biz problemin özünü aradan qaldırmırıq. Ona görə də o problemin səbəbini tapmaq lazımdır. Nəyə görə sizdə hal-hazırda bu təxirə salmalar bu dərəcəsində artıb? Nəyə görə siz neçədən zövq almırsınız? Yəni bunu artıq sizlə individual şəkildə məşğul olmaq lazımdır. Və yaxud da yəni özünüz
heç edə bilməmisinizsə, bu uzun bir müddətdir, 1 il, heç bir şəkildə həll edə bilməmisinizsə, bunu artıq peşəkar bir şəkildə həll etmək lazımdır. Səbəbinə, kökünə gedib çıxmaq lazımdır ki, hardadır. Kökünü həll tapandan sonra və ona uyğun şəkildə işləri gördükdən sonra artıq bu problem sizdən aradan qalxa bilər. Təşəkkür edirəm. Təşəkkür Buyurun. edirəm. Buyurun. Başqa kiminsə sualı varmı? Mən belə başa düşürəm ki, heç kimin sualı yoxdur. Nadir bəy, bilmirəm, buradadır ya necə? Aha. O halda təlimi yekunlaşdıraq. Ümid edirəm, faydalı oldu sizlər üçün. Akademiyanın təlim-tədris mərkəzinə bir daha təşəkkürümü bildirirəm. Belə təlimi təşkil etməkdə fürsət yaratdığı üçün. Hər birinizə də çox sağ olun. Gecəniz xeyrə qalsın. İnşallah ki, faydalı oldu. Siz sağ olun.